Hər vaxtınız xeyir, gözəl qızlarım. Hamınızı təbrik edirəm. Bayramımız mübarək. Neçə belə bayramlara çıxasınız. Bu bayram biz üçün özəldir. Qızlarım hamısı sevinir. Möcüzə kuklalarım həmlədilər. Gözəl xəbərlərlə gəliblər. İnşallah axıra kimi çatasınız. Həyəcanlarımız, hər şey yaxşı olar. Sizi də təbrik edirəm. Çox sağ olun Emrah xanım. İlk öncə Qurban bayramınızı təbrik edirəm. Hamının Qurban bayramını təbrik edirəm eyni zamanda. Sayənizdə 21 həftəyə gəlib çatmışıq. Bugün doktordan keçdik. Şükür hər şey yaxşıdır. Baxmayaraq ki, AMH aşağı idi, 0,47 idi. Zob problemim var idi, folikular zəiflik hormonal problemlərim var idi, laxtalama problemi var idi. Bunların sayəsində baxmayaraq biz müalicələrdən artıq gəlib 21 həftəyə çatmışıq. İnşallah sona çataq. Sağ-salamat qucağımıza alaq uşağımızı. Kim də istəyir hamıya nəsib olsun inşallah. Çox sağ olun. Məndə də 12-13-cü həftəyə çatıbdır Emrah xanımın sayəsində. Düzdür, hamiləliyim çox riskli keçir. Amma buna baxmayaraq ki, inanıram ki, yəni sağ-salamat qucağıma alıb gedəcəm. Məndə də hormon problemi, qarman borular bağlı idi, iltihablar var idi. Amma 5 kurs müalicə sayəsində 2 qat sevincli. Emrah xanımın sayəsində çox sağ olun, təşəkkür edirəm sizə. İnşallah axıra kimi sevinək. Mən 3 ildə ailəliyəm. Qohumlarımın sayəsində Elmira xanımla hamiləliyimi irələməyə gəlmişəm. İnşallah ki 9 ay Elmira xanımı seçmişəm. Birinci trimestrdayam. Kistalarım olurdu, folikulum yetişirdi, amma partlamırdı. Elmira xanım sağ olsun, məsləhəti ilə, duaları ilə bizi bu gözəl günə sahibləndirdi. Çox sevinirik, çox sağ ol deyirik, təşəkkür edirik ki, Elmira xanım kimi doktorumuz var bizim. Çox sağ olsun. Məndə yaş problemidir. Birinci yaş problemi, antimiller aşağı idi. Cerilərin sayı az idi, yaşlar bağlı. Sonra hormonal problem var idi. Buna baxmayaraq, ürəkdə cavan olasınız. 2 ildir bəli müalicə alırıq, 2-yə yaxın müalicə alırıq. Nəticəsi var, şükür Allaha. 12-ci, 13-cü həftəyə çatmışam. Emrah xanım sayəsində qanaxmalar var idi, hematoma var idi. Şükür bugünə çatmışam. Şükür Allah inşallah hamımıza qucağımıza almağı nəsib eləsin Emrah xanım sayəsində. Sağ olun. Allah nəsib eləsin hamıya. Amin hamısına. Mən də 10 il sonsuzluqdan əziyyət çəkirdim. 1 il yarım doktor yanınıza gəldim. Hormonal problemlərim var idi. Folikullarım yetişirdi, gah partlayırdı, gah çevrilirdi. Ona baxmayaraq müalicəmizin sonunda sevindik. Çox sağ olun doktor. Sayənizdə, möcüzə əllərinizdən hamile qaldıq. İndi 26-cı həftəyə gəlib çatmışıq. İnşallah axıra kimi çatarıq. Qeyd eləmək istəyirəm ki, hamısı qızlar təbii yolla həmlə olublar. Bəli, problemlər hamısında çoxdur. Möcüzə doktor, möcüzə balaları inşallah Allah qoysa axıra kimi çatıb doğularlar. Qeyd eləmək istəyirəm ki, bir dənə qızımız bizim ikinci dəfə möcüzəli şəklində həmlədir. Pakiza xanım ilk dəfə gəlmişdi, yanıma 2 il sonsuzluqdan əziyyət çəkirdi. Antimüller 0,01 idi. Yanıma gələndə streslə, həyəcanla doktor heç vaxt uşağım olmaz, donur yumurta deyiblər, folikullarım yoxdur, belə-belə. Bir kurs müalicə yazdıq və qızımız gəldi testlə, həmləliyimiz çətin keçdi və hal-hazırda 2 yaş oğlumuz var və qızımız ikinci dəfə həmlədir. Oğlumuz möcüzədir, bu da oğlandı. Allah gözəl. İkinci oğlumuz olardı. İnşallah sizi təbrik edirəm. Həm bayramımız mübarək, həm də üzünüz həmişə gülsün. Çox sağ olun, sayənizdə çox sağ olun. İnşallah göydə Allah, yerdə Elmira xanımımız bizim necə deyim, mələyimizdir. Çox sağ olun. Allah sizi qorusun. Sağ olun. Sizi də. Həmişə Allah sizinlə nə olsun, qorusun həm sizi, həm bəbəşqaları və axıra kimi arzumuza çatıb körpələrlə gedək. Sevilərlə istəyənlərə də qismət olsun bu gözəl möcüzəli anları və sevincləri.